Salam dostlar, ben Toronto. Bugünkü videomuzda ancaq Haskell haqqında, daha doğrusu mənə çox suallar verilir. Mən Haskell olmaq istəyirəm. Mən filan proqramlar öyrənmək istəyirəm. Mən nə bilim, filan zirvəyə qalxmaq istəyirəm. Yəni daha doğrusu mən də belə bir dərslik hazırladım. Haskell olmaq üçün gedən yolu belə deyək, nələr etməli, nə etməli, Haskell nədir? Yəni dərslikdə inşallah fikriniz dəyişməz bu yolda. Yəni Haskell nədir? Yəni birinci növbədə Haskell başqasının kompüterinə girib orada sənəd və yaxud da başqa lazımlı şeyləri əldə etmək. Yəni bu şəkildə ola bilər, sənəddə ola bilər, videoda ola bilər və yaxud da kompüteri virus salmaq da ola bilər. Yəni ki, əsas odur ki, girib ora başqasının kompüterini əldə etməkdir. Haskell tez-tez kimsəyə zərər vermək deyil, təzə xeyirli icadlar etməkdir. Yəni bu o deməkdir ki, başqasının kompüterinə kimsə girir, hansısa bir açığı var. Həmin o məsəl üçün yaxşı xaçker, xeyirli bir şey istifadə edən. Yəni o elə bir proqram düzəldir ki, onun qarşısını almaq üçün və yaxud da elə bir saytə kompüter deyil, məsələn, hansısa bir sayt, hansısa bir profil, çox şey. Haskell necə edilir? Haskell daha doğrusu necə edilir? Bir neçə yollar var. Ən başlıcası proqramlar. Yəni bu proqramlar mütləqdir, onları bilmək. Yəni hiylə və düşüncə ilə. Yəni hiylə və düşüncə ilə bu mütləqdir. Bu məsəl üçün hansısa bütün Haskell'lər demək olar ki, bu hiylə və düşüncə ilə. Yəni tək heç məsəl üçün proqramı az da bilən hiylə və düşüncə ilə məsəl üçün o həmin o Haskell'da yəni qabağa gedə bilər. Çünki bu hansısa bir insanın məsəl üçün başını aldatmaq kimi bir şeydir. Yəni asanlıqla əlinə keçirmək üçün. Yəni Haskell nə deməkdir? Bir sözlə kompüter olmuşdur. Yəni amma yaxşı və pis yəni siniflərə bölünür. Yəni burada belə bilin, white Haskell, black Haskell, grey Haskell, yəni yaxşı pis hər ikisi. Yəni yaxşı pis olaraq bölünür. Hər ikisi isə məsəl üçün o hansısa bir pul qazanmaq yolu ilə məsəl üçün fərqi yoxdur. Ona verilən iş, məsəl üçün bunu iş kimi görür. Məsələn ona verilən işi yəni pis də olsa, yəni onu görür, yaxşı da olsa görür. Yəni ki, bunun üçün fərqi yoxdur. Neytraldır. Haskell necə ola bilər? Ən əsası ürəkdən istəyərək, məqsəd qoymaq. Yəni bu mütləqdir. Yəni bu ürəkdən istəyir, deyir ki, axıra qədər bu yola gedəcəm. Onda ola bilər. Yəni oxuyaraq, proqramlama öyrənərək, yəni proqramları mütləq nə qədər çox proqram bildiksə, o qədər çox qabağa gedəsiniz. Daima öyrəndiyiniz şeyləri praktiki nəzərdən keçirərək. Yəni bir hansısa deyim, bir proqrama dilini və yaxud da bir hansısa bir proqramı öyrəndiniz və yaxud da kodları öyrəndiniz. Yəni keçirsiniz başqasına, amma köhnəni həmişə yəni praktik olaraq keçirin. Nəzərdən keçirin ki, yəni ola bilər ki, öyrəndiyiniz şeyin içindən də nəsə öyrənəsiniz. Hətta yaddan çıxmasın, yəni ki, o beyində qalsın. Səbirli və axtarışlı olmaq. Yəni ki, bir insan ki, səbirli və axtarışlı olmalıdır. O qabağa gedəcək. Yəni bir məqsəd qoyub qabağa ki, məsəl üçün filan şey edəcəm. Amma bir gün, 2 gün, 1 ay keçir, gör ki, bu bunda alınmır və yaxud da başdan getdi, amma gözləməlidir. Həmin şeyi axtarmalıdır, başqa açıqlarını axtarmalıdır. Yəni Haskell nəyə diqqət etməlidir? Görünməz olmalı, ən başlıcası. Yəni bir şeyi ələ keçirdikdə, yəni heç bir iz buraxmamalıdır. Yəni burada birinci dedim, görünməz olmalıdır, belə deyək. Məsələn, həyatda Ramin adı ilə bilinirsən sən, həyatda məsələn Ramin də adıdır. Amma internetdə isə Ramin unudulmalıdır. Yəni hansısa bir nickname seçib o adına bilinməz olmalısan, görünməz olmalısan, bilməli deyirlər sən kimsən. Yəni bir şeyi ələ keçirdikdə heç bir iz buraxmamalısan. Yəni bunu keçirdin, heç bir iz buraxmayıb həmin yerdən ayrılmalısan. Birini izləyirsənsə, onun bilgiləri oğurlamaq
karşıdaki bunu hiss etdiyi anda oradan qaçmalıdır. Yəni bu belə deyək, hansısa bir saytı ələ keçirmək istəyirsən. Amma saytın rəhbəri məsəl üçün bunu hiss etdiyi anda sən təzədən o yenə şey eləmə. Həmin anda tutula bilərsən məsəl üçün. Çünki o əgər bilirsən, sən həmin anda qaçmalısan. Yəni ki, həmin yerdən uzaqlaşmalısan. Yəni bir şey üstündə işləyirsənsə, planla hərəkət etməlisən. Və ya dediyim kimi məsəl üçün biri məsəl üçün deyirsən, filan bir şey edəcəm, məsəl üçün onun məsəl üçün profilinə girirsən, belə deyək də, nə etapla etməlisən, qabaqcadan bunları deməlisən, sonra onunla bərabər etməlisən, başdan getdiyi yox, yəni axırda ilişə bilərsən. Yəni diqqətli olmalısan, lazım olduqda hər gün format etməlisən. Yəni bu deməkdir ki, məsəl üçün etdiyin iş bugün nəsə etməmisənsə, avtomatik format elə. Yəni tutula da bilərsən və ya bir şey ələ keçib heç bir izi baxmamalısan. Yəni orada bir əməldir. Yəni hər gün format elə kompüterdə. Yəni ikinci bir kompüterin olmağı da yazılır, ikinci PC. İkinci bir kompüter olmağı sənə yəni belə bir şeydir ki, belə bir avantajdır ki, yəni bunu format etdikdə onunla başvuru qata bilərsən. Yəni onunla daha doğrusu sırf onunla da kompüterdən şey eləməsi, o kompüterdən ancaq oyun oynar, hətta nəsə ilə məşğul ol. Yəni kiçik bir CMD, yəni ki, kodlar üzrə, CMD kodlar üzrə işləyək. Yəni burada o CMD yazıb açaq. CMD məsəl üçün kodları çox, məsəl üçün, yəni bunu öyrənmək çətin də deyil. Məsəl üçün işlədiksə bir şey, məsələn bir gün ancaq bir şey işlədiksə, həmin kodların içində kodlar da mövcuddur. Yəni o da çətin də deyil ki, məsəl üçün çətin olar. Məsəl üçün belə deyil, məndə sırf başlıq deyil, əlifba deyil, əlifbanı məsəl üçün keçəcəm. Burada start yazdıqda, start yazdıqda, təzədən ikinci CMD açılır. İkinci CMD açılır. Yəni CLS bunu silmək məsələn istəyirsə təmiz olsun. Məsələn burada C-user yazılır. Məsələn istəyirsiniz o yazılmasın, tam səhifə olsun, sən məsələn yazdıqların tam olsun. C-user yazar. Məsələn echo off yazıldıqda CLS yazılır. Tam təmiz əsas səhifə. Yuxarıda gördüyünüz kimi C-Windows sistem olsun ki, bölməsində istəyirsə sizin nickname və ya da nəsə bir ad yazılır, başqa bir şey yazılır. Burada title məsələn yazaq mən nəsə wanted yazım. Yazım avtomatik dəyişilir. Məsələn bunun rəngi məsələn dəyişmək üçün color A yazaq. Color A məsələn, color B məsələn, hansı rəngi istəyirsən, məsələn color A məsələn yaxşı rəngdə gözə xoş gəldiyi üçün məsələn edirlər. CLS edib silək. Məsələn IP öyrənmək üçün, config belə deyək. Config yazılır. Məsələn məndə hal-hazırda internetə qoşulmamışdır, məndə yoxdur. Avtomatik olaraq belə götürəcək. Belə deyək, CLS yazaq burada. Burada məsələn belə deyək, free arada olur, burada olur, məsələn free olmaz. Pardon. Free yazılanda məsələn o sizin hal-hazırda olduğunuz məsələn kompüterə aid məsələn bloklar göstərəcək, belə deyək. Yəni bu qədər inşallah sizə bir yararı oldu. Nə lazımdırsa videonun altında yaza bilərsiniz. Çalışdığım qədər cavablayacağım və ya da həmin bu yazdığımız şərhlərə görə